Deməli Telmanı bir dəfə dəvət eləmişəm. Yarı cahilə gəlib, əziyyət çəkib. Nəsə bizim o videomuz yandı. Mən də dedim ki, yenə gəl, sağ olsun, yenə gəldi. Dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməmiş yetkinlər. Yarım qalmış işlər üzrə mütəxəssis Emin Davud ilə yarı cahil izləyirsiniz. Bugünkü qonağım Compinist.az-ın həm təsisçisi Telman Şükürlüdür. Yarı cahil. İnsanlar pul qazanırlar ki, rahat yaşasınlar da. Siz də insanlardan pul alırsınız, onları bütün rahatçılıqdan alıb o narahatçılığın qoynuna aparırsınız, dağlara. Niyə? 9-6 və 5 günlük iş həftəsində şəhər içi ofis həyatı daha pasiv, daha stresli, şəhərin artıq demək olar ki, saatından və günündən asılı olmuyor, hər yerində tıxac. Və biz təbiətə gedirik, təbii ki, bu stresi azaltmaq üçün, belə deyək, refresh olunmaq üçün həftə sonları. Düzdür, çoxu bu yürüyüşləri çətin adlandıra bilər, yorula bilərlər ilk başlarda. Amma təbii ki, bu zaman keçdikcə onların belə deyək, həyat tərzinə çevriləndə artıq onlar bir yerdə bundan həzz almağa başlayacaqlar. Yaxşı, bəs ilk dəfə hekayəsi necə başladı? Yəni necə qərar verdin ki, mən bir dənə tur təşkil eləyim, cəmaatı aparım dağlara? Mən hardasa 2015-ci ildən hardasa 10 ildən artıqdır başlamışdım bu yola. Kamplarla təbii ki, sonra daha gözəl yerlərdə kamp eləmək üçün hike eləyirdik ki, daha hündür yerlərə, daha mənzərəli yerlərə belə deyək, kampları quraq. Hardasa 3 il fərdi şəkildə məşğul olmuşam. 3 ildən sonra 2018-ci ildən başladım qrup təbiət yürüyüşlərinə qoşulmağa. Həmin ərəfələrdə artıq yeni başlamışdı bu sahə ölkədə belə deyək, inkişaf eləməyə. Və o turların birində Compinistin həm təsisçisi digər həmkarım Aygün xanımla ilə həmin turlardan birində tanış olmuşduq. Aygün xanıma buradan İngiltərədə salamlar. Hal-hazırda İngiltərədə yaşayır, salamlar. Sonra artıq belə deyək də digər turlara getdikcə orada görmək istədiyimiz bəzi şeylər var idi ki, hansı ki biz onları görə bilmirdik və biz bunu da turlarda məsələn mən bunu əlimizdə deviz eləmişik və bütün turlarda bunu qeyd edirik ki, məsələn iştirakçılar, yəni qatılan dostlarımız, yəni fikirlərini bizə sərbəst şəkildə bildirsinlər. Çünki belə deyək də ağıl-ağıldan üstündür. Biz nəyisə düz elədiyimizi düşünə bilərik, amma daha belə deyim fərqli bir şeylər insanların ağlında ola bilər. Və elə oradan yola çıxaraq Aygün dedi ki, gəl məsələn daha fərqli bir şeylər eləyək. İdeya da oradan başladı. 2019-cu ilin əvvəlləri idi. Adın belə deyək tapılması elə Aygünə məsləhətləşməsinə, alpinist sözündən gəldi çıxdı Compinist sözünə. Sonra səhifə açıldı, kamplarla başladıq. Belə deyək də, ən birinci başladı dənizkənarı Bakıda kamplarla. Dənizkənarı Bakıda başladınız kamplarla. Hələ birbaşa dağlara aparmaz insan. Hər iki ölkə, şəhər daxili. Belə deyək, community qrup insanlar, çünki belə deyək də dediyim kimi o vaxt Azərbaycanda təbiətlə var. İndi məsələn sosial şəbəkəyə girəndə istənilən bir sahədə yetərincə belə deyək də qruplar görə bilərsiniz, fərdi blogerlər görə bilərsiniz. Amma məsələn 2017, 18, 19-da bu belə deyildi. İnsanlar yetəri qədər məlumatları yox idi. Təsəvvür eləmirdilər ki, məsələn çadırda gedib bilirəm ki, indi də var, amma indi belə deyək də məlumat verən qruplar, blogerlər çoxaldığı üçün artıq insanlar daha çox məlumatlıdırlar, amma o vaxt demək olar ki, yox idi. Çünki bu yolu mən özüm keçmişdim 2015-ci ildən başlayaraq. Və başlayanda demək olar ki, sıfır məlumat idi. Ancaq xarici bloqlardan falan oxuyurdum. Belə də, yəni kampa necə getmək olar, çadır necə olmalıdır, harda qurmaq lazımdır. Və elə bu yola çıxanda belə deyək, və insanları da ora cəlb etmək də çətin olur. Çünki insanlar şübhədən yanaşır, yəni qorxurlar. Ki, məsələn, məşə gedəcək, bizi gəlib yeyəcək, nə bilim, canavar hücum eləyəcək. Onun üçün ən sadəsindən, ən rahatından, həm Bakıda insanlar üçün də rahat olsun, bizim üçün də, həm də bizim də belə deyək də, yəni tur təcrübəmiz, qrup idarə eləmə təcrübəmiz yox idi. Mən düzdür, fərdi şəkildə təcrübəm var idi, amma yəni 15-20 nəfəri bir dəfə idarə eləmək, fərqli fikirdə olan insanlar, yəni onların hamısını bir yerə toplamaq təcrübə yox idi. Ona görə elə Bakıdan başladıq və gördük ki, əla alınır. Yəni belə deyək, buna İlk başlarda təbii ki, bizim ən yaxın dostlarımız dəstək oldular, sağ olsunlar. Bəzi videolarda falan görürük də, Instagramda insanlar daha bunun göy qurşağı tərəflərini göstərirlər, daha belə gözəl tərəflərini göstərirlər. Amma bunun narahatlıqları da var da. Məsələn, tualet. Bir. Əsas kamplarda çox böyük çətinlik olur.
Oğlanlar yenə necəsə idarə edirlər də, qadınlara daha çox problem olur. Şeylər çıxıb son vaxtlarda. Londondan Çinə yeriyirəm. İndi Azərbaycandayam. İnsanları çıxıb. Görmüsən yəqin. İndi bu dəqiqə mən Bu dəqiqə Türkiyədə 3-4 türkəli 3-4 nəfər vardı Azərbaycanda, yəni gəzən. Bir necə onu bilirəm, Bakıda, Azərbaycandadır. İndi də Zaqatala tərəflərdə. Keçdi Gürcüstana. Keçdi. Saqqallı. Əslində onlarla mən yazıb görüşmək istəyirdim. Sadəcə zirvəyə falan getdim. Əlaqə saxlaya bilmədim. Bir dənə türk var. Yırtıq pantolon oğlanın adı yadımdan çıxıb. O da Monqolistana yürüyür. Amma Bakıya gəlib çatmayıb hələ ki. İndi ona da əslində fikirləşirəm, yazacağam yəni bu günlərdə. Qəşəng. Ki dəvət edəcəm indi görüm. Düz o ancaq belə deyim, yeriyərək gedir. Nəqliyyatlardan istifadə eləmir. İndi Bakıya çatanda çalışacağam, görüşüm. Bakıdan necə keçəcək bəs? Bakıdan yəqin ki bərə ilə keçər, gəmi yolu ilə. Hə, nə oldu bə minmirdin nəqliyyat? Yəni məcburdur da. Üzə. Yəni adam yürüyür də, yəni üzmək. Aşağıdan fırlanmaz ki, İrandan getsin belə, oradan Qazaxstana çıxsın. Belə bomba yeriyəmsə. Dirək yeriyirsə axıra kimi yeridə. Bizə sosial şəbəkədə linç elətdirmək istəyirsən. Buradan da yırtıq paltalan qardaşımıza salamlar. Amma ki, yəni məsələn gəldi Gürcüstandan Qazax gömrükdən buraxmadılar, sərhəddən buraxmadılar. Məsələn o qayıtdı təzədən Tiflisə. Hardan gəldi buraxmadılar? Sərhəddən buraxmadılar da onu. Hansı sərhəddən? Gürcüstan Azərbaycan sərhəddindən. Azərbaycan tərəf buraxmadı. Niyə? Sərhəd bağlıdır deyə. Hə. Və o təzədən yeri qayıtdı Tiflisə, Tiflisdən Bakıya uçdu. Təzədən buradan otdu avtobusa, təzədən getdi Qazaxa, indi Qazaxdan təzədən yerə gəlir. Doğrudan deyirsən? Elə şey var. İzləmirsən, mən izləyirəm. Yox, mən cinlər izləyirəm. Arada çıxır belə maraqlı. Yox, mən izləyirəm. Maraqlıdır. Qəşəng. Hə, onlardan biri də var idi. Xarici bir qız idi. Səhv eləmirəmsə ingilis idi. Hə, onu qabağıma çıxdı. Taylanda yeriyirdi. O da Azərbaycandaydı. Bunlardan qabaq bir 2 qoşulsun bizə məsələn martda indi burada reklamlar. Martda Tayland turumuz olacaq. 21-30 mart. Qoşulsun sizə keçsin də elə buradan. Rahat gedək gəzək. Özünə əziyyət versin. Hə, çətin tərəflərini deyirdin. Hə, o məsələn həmin qızı deyirəm. Qız oğlan ər-arvad idilər. Şeydə göstərirdi, bu çətin tərəflərini də göstərirdi. Məsələn birində şey elirdi. Kürdəmir tərəfdə falan çadırda qalırdılar. Bu da bu cümlənin özü belə gülməlidir. Kürdəmirdə çadırda qaldılar. Kürdəmirdə çadırda qaldılar. Tualetə zıda şeyə gedirdi. Aspetrol zadın tualetinə gedirdilər də. Narahatlığın dibid də, yəni bunların çinməyi zadı. Düz arada belə məsələn bir həftədən birmi, 3-4 gündən birmi hostelldə qalırdılar. Yəqin ki, orada çinmirdilər böyük ehtimal ki. Amma narahatlıqdır məsələn. İnsanlar bir çoxu Azərbaycanda yaşayan insanlar bu narahatlığı sevən insanlar deyillər də. Bizdə yəni bir kənd həyatı falan fəsməkən. Belə şeylərlə qarşılaşmısınız bəs? Yəni insanlar bu sualları verirlər, yəni hara gedir? Əlbəttə ki, ən çox verilən sual odur. Nə deyirsiniz? Birinci, top 10-da birinci sual. Aha. Əslində kamplarda yox. Yəni kampları biz daha çox yay fəslində edirik və maksimum çalışırıq belə deyək də bu suallara görə uyğun yerlərdə kamplar edirik. Yəni biz gedib birbaşa vəhşi təbiətdə, yəni insan ayağı dəyməyən yerlərdə, düzdür, mən elə yerlərdə şəxsən, yəni 2 nəfər, 3 nəfər kamp eləmişik, yəni insan ayağı dəyməyən yerlərdə. Düzdür, onun zövqü də başqadır. Məsələn, haradır insan ayağı dəyməyən? Məsələn, Qəbələ tərəfdə, Zaqatala tərəfdə, dağın başında, dağda, meşəlikdə, yəni belə də, yəni random da gedirik, baxırıq. Amma belə deyək də, təbii ki, tur aparanda, yəni biz elə yerə getmirik. Yəni insanların təhlükəsizliyi və elə öz təhlükəsizliyimiz, yəni məsuliyyət daşıyırıq. Təbii ki, elə getmirik. Plus infrastruktur olmalıdır. İşıq məsələsidir, visi məsələsidir, su məsələsidir. Yəni bunların hamısını nəzərə alıb ona maksimum dərəcədə uyğun yerlərdə kamplar edirik. Və bir də məsələn daimi gələn iştirakçılar var ki, məsələn artıq bu rahatlıqdan bezirlər, məsələn rahatlıq batan insanlar var. Məsələn onlar deyir ki, hə biz də məsələn daha vəhşi təbiət istəyirik. Yəni o zaman gedirik məsələn ona həmin tura sırf ona razılıq verib, yəni onu qəbullanıb gələn iştirakçılar var ki, məsələn vəhşi təbiətə gedirik də, yəni orada, yəni budur. Yar cahil. Yaxşı, bəs bələdçilik eləyəndə indi sadəcə aparıb gəzdirmək deyil də sizin vəzifəmiz. Həm də insanları bir şəkildə orada sosiallaşıb qaynaşmağından da məsulsuz. Bunun üçün çox maraqlı şeylər eləyirsiniz. Nə edirsiniz? Məsələn, və digər turlardan fərqli olaraq nə edirsiniz məsələn, səncə?
belə deyək də, yəni bütün turları mən deyə bilmərəm, amma yəni birincisi zaten turlarda sən olmusan da dəsən. Olmuşam. Bunu bilirsən. Mən bilirəm, yes. Ona görə deyirəm ki, yəni mənim yadımda qalan deyim istəyirsənsə, əlavən varsa üstünə gəl. Bir tanış olma mərasimi var. Özünü təqdim elə, vəzifən, harda işsən, nə edirsən falan. Başqa bürcünü deyəsən deyirdi insanlar. Arada 3-4 dənə belə deyim də suallar var. Nə suallar da olar? Yəni ilk öncə avtobusa səhər yığışırıq. Təbii ki, hamı yuxuludur. Səhər 6-7 arası. Yola düşürük. İndi çalışırıq həmin vaxt insanlara dəyməyək. Çünki hamı yuxuludur belə. Çünki hardasa yarım saat 40 dəqiqə sonra marşrut vasitəsi veririk. Artıq marşrut vasitəsində hər kəs bir şey alır, atışdırmaq falan. Özünə gəlir. Ondan sonra başlayırıq artıq belə deyək də tanışlıq mərhələsi. Yəni o mərhələdə artıq belə deyək düz kiçik bir faizlə olub ki, məsələn, insanlar orada çıxıb tanışlıq eləmək istəmir məsələn. Amma belə böyük əksəriyyətdə, yəni deyim ki, yəni olur, yəni müsbət yanaşır. Nə suallar verirsiniz? Yəni əsas özünü təqdim eləməkdir. Yəni ad soyaddır, yəni təhsil haralarda oxuyub məsələn. Belə bir sual var idi orada, heyvan olmaq istəsəydim hansı olardı? Yox, sizdə nə sual? Elə odur. O yəni ki, bu dünyaya məsələn o sual belədir ki, onu da sən ilk dəfə elə mən özüm ya hardasa eşitmişdim. Ya da ki, nəsə olmuşdu, ağlıma gəlmişdi. Elə random demişdim ki, yəni bir daha dünyaya gəlsəz məsələn, amma seçim olaraq heyvan verilib də, yəni sizə heyvan olaraq gəlməlisiniz. Yəni hansı heyvan olardı? Və niyə? Və niyə də? Yəni niyə o heyvan? Düzdür, bunu belə həm də onu vurğulayıram ki, bunu hərfi mənada qəbul eləməyin. Yəni siz bir dəqiqə çevrilib həmin heyvan olmayasınız. Çünki buna bir iki dəfə səhvli reaksiya verməmişəm. Məqsəd nədir yəni? Mən heyvan olmaq istəmirəm. Elə deyənlər olubdu. Bir-iki nəfər olub. Yəni bu hərfi mən ya bu dəqiqə yəni dirəşib axırına kimi deyə bilər ki, yox, olmaq istəmirəm heyvan. Yəni elə bir ki, o heyvan deyən kimi çönüb olacaq heyvan. Yaxşı, bəs məqsəd nədir? Prosta maraqlı olsun deyə. Məqsəd həm maraqlı olsun deyə, həm belə deyək də, yəni məncə o sual, o cavabın altında həmin insanın xarakterində məsələn təsvir etmək olur. Məsələn, mən özüm delfin olmaq istəyirəm. Niyə? Niyə? Çünki üzməyi sevirəm. Delfini özüm də sevirəm heyvan olaraq. Niyə məsələn akula yoxdur delfin? Yəni delfin daha belə deyim də, yardımsevərdir, daha ağıllıdır. Qəşəng. Yəni, səndən daha ağıllı deyil, amma niyə delfin olmaz? Amma yox, başa düşdüm. Yəni seçim var da, yəni heyvanlar üçün də ağıllıdır. Olmalısan. Okay, məntiqidir. Yəni heyvan ya insan yox, seçim vermirəm insan. Düzdür. Yardımsevər olmaq. Bir şey olmaq istəyir ki, məsələn, yem yatım. Sonra bir dəfə xanım gəlmişdi, xatırlamıram adını, amma o bildirmişdi ki, mən öz pişiyim olmaq istəyirəm. Öz pişiyim olmaq istəyirəm. Yəni pişik olmaq istəyirəm, amma kiçik pişik yox da, ümumi öz pişiyim. Zor baxıram ha. Zor baxıram ha. Mən o suala nə cavab verirəm? Əgər hansı kimdirsə baxsa videoya komment yazar. Mən o suala nə cavab vermişəm, indiyə kimi yadımdadır bu arada. Çünki qəribə bir sualdır. Fikirləşmirsən axı, bir də hazırlıqla deyirsən. Həmin anda sual verilir. Bir də ətrafda da tanımadığın insanlar var. O suala verdiyin cavab və insanların reaksiyası heç vaxt unudulan bir şey deyil əslində. Yəni çox maraqlı bir söhbətdir. Yəni mən bəyənmişdim şəxsən. Mən tısbağa demişdim. Gülmüşdülər. Bir də nəyə gülürlər onu başa düşmədim. Yəni normal bir heyvan demişəm də başa düşdün. Hansı heyvanı desəm gülməyəsiniz? Mənə o maraqlıdır. Yəni pişik deyil biri. Başa heyvanız. Bu söhbətin özü gülməlidir. Deyəm mən tısbağa deməyəm. Ağcaqanad desəm daha az gülmək olasıydı yəni. Ağcaqanad deyən də olub bu arada. Ağcaqanad deyən olmalıdır da. Yəni hamı da gülür böyük ehtimal ki. Niyə deyə soruşduqlarında da şey demişdim. İstədiyi vaxt insanlardan bezəndə öz qabığına şeyləyib tək yalnız qala bilir də. Yəni adamın yalnız qalmaq kimi bir super gücü var yəni. Belə demişdim. Ağcaqanad olan niyə demişdi ki? Yadımda deyil. İnsanların qanını içmək istəyirəm zaten. Nəsə elə bir söhbət idi. Zarafat edib. Heyvan hansı heyvan olmazsa, maraqlı başınıza gələn maraqlı hadisə. Yəni təsəvvür edilməyəcəyin söhbətlər eşidirsən də, yəni. Hadisə də soruşursunuz. Başınıza gələn qeyri-adi maraqlı hadisə. Okay. O riski ağla gələn bir şey deyil o. Yəni yol boyu fikirləşib. Okay. Başqa nə var idi? Bürcünü soruşursunuz deyəsən. Bürcü siz də soruşursunuz. Yoxsa Aygün falan olanda soruşursunuz? Aygün soruşuruq, hamıdan soruşuruq. Aygün bir dənə sual var idi. Subay yoxsa subsubaysan?
Subaysan yoxsa subsubaysan? Nə deməkdir ki? Onu da deyim də tarix səsini. Aha. O əslində Aygün olanda soruşurdu və ilk dəfə dediyim kimi 2019-da kampa başlayanda indi turda gəlir. İndi təbii ki hamı bir-birini tanımır da indi. İndi Aygünə mənəm də əsas yönətici. İndi mən də oğlana mənə yazmırdılar məsələn. Qızlar da var idi, oğlanlar da məsələn də Aygünə yazırdılar hamı ki məsələn falan qız subaydı, nə falan oğlan sevgilisi falan. Hə, o Sual verirdilər. Aygünə Subay. yox, turda yox. Məsələn, turda gəlmisən məsələn. Sonrasında. Sonrasında Aygünə yazırdılar. Hə. Aygünə o qədər artıq bir yerə qədər yazdılar ki, Aygün bezirdi də. Aygün dedi ki, mən tura gəldi. Yəni tanımadığımız adamlar gəldi ilk dəfə. Yəni deyir mənim xəbərim yoxdur. Aygün bu ağlına gəldi ki, deyir mən bu sualı turda verəcəm. Yəni hamının qabağında hər kəs artıq özü deyəcək də, yəni sevgilisi var, evlidir, subaydır. Hamı da işin biləcək də. Çox məntiqli. Bəs subaysan yoxsa subsubaysan nə demək? Subsubaysan, yəni nətərdir? İnansan artıq Məncə belədir, gör belə demə. Yəni subay şey də ola bilər, nişanlı da ola bilər. Yo, nişanlı evli sayılır. İş işdən keçir. Sevgilisi olanlar var. Yox, subsubay belə idi ki, yəni flört də yoxdur nəsə. Flört olan subay nəsə də belə. Hə, qəşəng. Məntiqli söhbət. Yar cahil. Yaxşı, bəs sizin bu community-yə qoşulmaq istəyənlər nə etməlidir? Sizdən tura gəlməlidir. Ha, tura gəlməlidir. Yəni düzdür, bizə verilən suallardan ən çox biri də budur. Məsələn, səhifəyə yazırlar. Nədirsə qoşulmaq üçün nə etməliyik falan. Özümüzü CI kimi falan hesab edirik də. Cem Yılmazın teması var idi. Sana ulaşmaq üçün nə yapa bilərik? Ulaşdın da. O söhbətdir. Yazmısan da bir yerə gəl. Yəni tura qoşulmaq kifayətdir də. Yəni zaten ondan sonra əlaqə qurulur. Yəni turdan sonra məsələn turdan əvvəl daha doğrusu qrup yaradılır. Məsələn turdan sonra da ora hamı Instagramın atır, istəyənlər bir-birinə followlaşır. Zaten bizim ümumi qruplarımız var, görüş qruplarımız var, voleybol qrupumuz var, mafiya var. Belə deyək də, yəni zaten əlaqə qurulandan sonra məsələn hamı belə deyək də zəncirvari bir-birindən tanışdığı var da. Tədbirlər də olur məsələn. Partilər olur. Ad gün partiniz qəşəng olur sizin. Bir dəfə olmuş. Yayda olur, hə. Yayda olur, hə. Nə vaxt idi? İyunda olur. Təxminən elə iyunda başlamışıq 2019-da məsələn. Elə iyunun həftə sonuna salırsınız. Uyğun bir həftə sonu məsələn. Son 2 ildir dəniz kənarı edirik elə. Həm dəniz kampı istəyən çox olur. Plus belə deyək yayın girişi də iyunun 20-sindən sonraya salırıq elə ikisi bir arada. Həm dəniz kampı, həm dəniz festivalı belə deyək, həm də ki kampın istinad günü. Belə də 300-500 nəfər. Qəşəng, maraqlı. Heç nə. Tamam. Bəsdir məncə kifayətdir. Bir də başqa da heç nə. Sənin demək istədiyin nəsə varmı izləyicilərimizə? İzləyicilərimizə çox sağ ol. Dəvətin üçün sənə minnətdaram. Düz uzun müddətli dəvət edirsən, gəlib çıxa bilmirdim. Həqiqi çox çətin oldu. Çətin oldu özü 2 dəfə gəldi. Hə, son 1 aydan 2 dəfə gəlmişəm. Xoş həqiqətən. Növbəti videomuz olacaq səndən. Bir dənə sizin turda vlog. Təbiətdə səndən bir dənə 100% çəkməliyik yəni. Nə vaxt istəsən? Mən təbiəti sevirəm. Mən yəni bir dənə onu da deyim. Olaraq. Hə də mən birinci dəfə gələndə mənə biraz qəribə gəlmişdi əslində biraz. Hiking falan adı zaten qlobalda belədir. İnsanlar biraz çox çətin yanaşırdılar. Biz Zaqatala, yəni düzdür Zaqatalada böyüməmişəm. Amma yəni 1 ilmin 2-3 ay falan Zaqatalada keçib uşaqlıqda. Biz dağa, yəni səhər durub gedirdik, gəzirdik, dağdan bir şeylər yığırdıq, gəlirdik zət. Yəni çox adi bir şeydir. Mənə maraqlı gələn sizin kamplarınızda bunu belə sosial mühitdə olmağı, həqiqətən məsələn Avropadan gəlmişdim və birbaşa elə gəldim və burada o sosialsızlığı hiss elədim Azərbaycanda. Onunla da bir kimsə tövsiyə eləmişdi ki, mən gedirəm kampinistdən falan. Elə gəlmişdim və həqiqətən maraqlı idi. O vaxtdan indiyə kimi də qalmış dostlarım var yəni. Cavidan var, adını yadında saxlamadığım bəziləri də var ki, ən azından bir yerlərdə görəndə, qarşılaşanda salamlaşırıq, necəsən, söhbət olur. Çox maraqlı. Siz də kampinistə qoşularaq əgər sosialsızlıqdan əziyyət çəkirsinizsə, sosial ola bilərsiniz. Təşəkkürlər izlədiyinizə görə. Terman sənə də bir daha təşəkkürlər gəldiyinə görə. Sağ ol sənə. Kanala abunə olmağı, videonu bəyənməyi və rəylərdə növbəti qonağımın kim olmağını və ya hansı peşədən insan olmağını istəyirsinizsə yazın. Sağ ol. Yarı Cahil davam edəcək. Yar cahil.